İnsan həyatı əbədi deyil. Lakin mobil telefonda qalan məlumatlar əbədi ola bilər. Bu ya sizin varislərinizə çata bilər və yaxud da ki, tam olaraq heç kim ona giriş edə bilməyəcəkdir və yaxud da ki, telefondan tam olaraq silinəcəkdir və sıfırlanacaqdır. Bu halda varisləriniz yalnız sizin aparatdan, yəni mobil telefondan, smartfondan istifadə edə bilər, lakin məlumatları əldə edə bilməyəcək. Amma siz bu məlumatlara varislərinizin giriş etməyini istəyirsinizsə, telefonda müəyyən əlavələr etmək lazımdır. Bu həm iPhone-larda, həm də Android telefonlarda mümkündür. Gəlin indi onlara baxaq. iPhone-da Settings hissəsinə keçirsiniz. Ondan sonra isə iCloud, iCloud-da Sign and Security və aşağı fırladaraq Legacy kontaktda keçib yenə də kontakt əlavə etmək lazımdır. Öz kontakt listinizdən bir kimisə seçirsiniz. Əlavə edəndən sonra iki variant verəcəkdir. E-mail göndərmək və yaxud da ki, çap etmək. Hər ikisini etməyi məsləhət görürəm. Ondan sonra isə yenə də həmin Settings-ə girib həmin şəxsin Access Key hissəsini görə bilərsiniz. Sonra orada yaranan kodları ya çap edib həmin şəxsə verirsiniz və yaxud da ki, ona e-mail vasitəsilə göndərə bilərsiniz. Bunu həm iPhone-da, həm də ki, Mac-da etmək olar. Hər ikisində iCloud hissəsində bu məlumatı əlavə etmək olar. Bu Apple səhifəsinə girirsiniz və orada ölüm kağızını yükləyərək, əgər sizin ora giriş məlumatınız yoxdursa, o zaman telefon sıfırlanacaqdır və siz o telefonu sadəcə yenidən ayarlayaraq istifadə edə biləcəksiniz. Lakin sizin kodunuz varsa, siz kodu ora əlavə edirsiniz. O zaman isə sizə telefondakı məlumatlara giriş alınacaqdır. Postun altındakı hissədə mən tam olaraq giriş yollarını göstərirəm. Yəni orada promptda yazılmışdır. Oradan da götürüb istifadə edə bilərsiniz. Və bu videoya like qoyun və yaxınlarınıza göndərin ki, onlar da bundan agah olsunlar və belə səhvlər etməsinlər.